özü də Allaha ibadət eləyir Xanlar müəllim. Necəsiz? Hoş geldin. Və orada Salama məscid Göcal bala. tikdirib. Mən bir oğlum, bir qızım var. Qızım böyükdür, oğlum belə. 3 nəvəm var. Züleyxa, Davud qızımdan, oğlumdan da Xanlar. Allah sağ olsun. Ay nə gözəl. Allah Adınızı olmayanlara yaşadırsınız qismət maşallah. eləsin. Amin. Xanlar müəllim, övladlarınız sizin kimi zəhmət keçdi? Hə, şükürlər olsun. Mən bir vurğuladığım kimi, məsələn, oğlum Fərid bu işlərində, məsələn, qızım Gülnar, şükür Allah. Hə, yəni bunlar bəlkə də məndən də fərqlidirlər. İndi olay elə çox bir bizə verirlər. Görürsüz, elə ata-analar var ki, şərait yaradırlar övladları sadəcə olaraq onların yaratdığı şəraitdən bəhrələnir və yaşayır. Amma deyir ki, bu dəqiqə mənim işlərimi övladlarım idarə edir. Halal olsun. Yəni zəhmət keçdilər. Yoldaşım vurğuladım da, yoldaşım bu bütün bu dizayner. O dayandan da öldü, gəldi. Ancaq gül əksin, bu uşaqları burada indi onunla məşğul olan uşaqlar var da, özü. Yəni hər kəs Qəbələ adı altında çalışırsa, o Qəbələnin adət-ənənəsinə, qonaqpərvərliyinə uyğun hərəkət eləməlidir.